Yaxşı uşaqlar, ədatın izahına baxaq. Deməli, ədat əsas funksiyası nədən ibarətdir? Sözlərin və cümlələrin təsir gücünü artırmaq üçün istifadə olunur. Sözlərin və cümlələrin təsir gücünü artırmaq üçün istifadə edilir. Ədat hansı məna növü olursa olsun, sadəcə olaraq mənanı qüvvətləndirdiyinə görə istədiyiniz vaxt cümlədən çıxarda bilərsiniz. Ədatı cümlədən çıxartmaqla cümlənin mənası itməyəcək, amma ondakı qüvvə biraz azalmış olacaqdır. Artırmaq üçün istifadə olunur. Deməli, ədatın müəyyən məna növləri var. Qoy, bayaqki cümləni də yazım. Ədatları cümlədən çıxararkən məzmun dəyişmir, amma məna qüvvəti biraz zəifləyir. Ədatları cümlədən çıxarmaq olar. İstədiyiniz ədatı cümlədən istədiyiniz vaxt çıxarda bilərsiniz. Amma cümlənin mənası biraz zəifləyəcək. Cümlənin mənası zəifləmiş olacaq. Ədatın məna növlərinə baxaq. Digər köməkçilik hissələrimiz kimi ədatın da müxtəlif məna növləri var. Və bunları da onları əzbərlədiyimiz kimi yox, onları əzbərləmədiyimiz kimi, yəni yaxşı formada nə varırıq? Əzbərləyirik. Gəl baxaq məna növlərinə. Yaşılına yazaq. Burada deməli qüvvətləndirici ədatlarımız var. Qüvvətləndirici. Sonra dəqiqləşdirici. Məhdudlaşdırıcı. Bu üçünün adı uzundur, o birlərin adları qısa-qısadır. Ona görə həmişə bunların məna növlərini sayanda birinci uzun adları sayın, sonra qısaları. Bax, fikir ver. Qüvvətləndirici, dəqiqləşdirici, məhdudlaşdırıcı. Bu getdi. Sonra gəlir əmr və arzu ədatları. Əmr ədatları. Görürsən, ad necə qısadır? Əmr ədatları. Sonra arzu ədatları. Bir də təsdiq və inkar ədatları. Bunlar hamımızın bildiyi hə, yox, bəli, xeyirdir. Yəni, əzbərləmək çox asandır. Təsdiq və inkar. Gəlin də bunları yazaq. Məna növlərini qabağına. PDF atacağım sizə. Deməli, qüvvətləndirici, axı, ən. Bax, indi mən sizə sual verirəm. Ən, lap, daha, olduqca. Sən bunları bir yerdə də keçibsən. Harada keçibsən? Sifətin çoxaltma dərəcəsində. Ən, lap, hətta. Bax, hətta bağlayıcı ilə amonimdir. Bayaqları, məsəl üçün, bir dənə sualınızda var idi. Yenə baxacaq nümunələrə. Daha, artıq, cacə, qoşma ilə amonimdir. Zərf düzəldən şəkilçi ilə amonimdir. İşləmişik bu cacənin üstündə biraz. İndi təzlərin üzərindən keçəcək. Belə, əvəzliklə amonimdir. Sonra düz, gör neçə dənə şeylə amonimdir. İsim, sifət, zərf, feil, bir dənə də ədat. 5 dənə məna növü var. Bircə, deyəcəm hamısını. Bircə, bir də bir. Bu bir nə ilə amonimdir? Sayla. Bəli, sayla amonimdir. Ondan sonra iki dənə şey ola bilər. Ya say olacaq, ya ədat olacaq. Əgər birin yerinə 2 qoya bilirsənsə, saydır. Qoya bilmirsənsə, ədatdır. Məsəl üçün, deyirəm, bir dayan. 2 dayan da olmur da. Burada ədatdır. Amma deyirəm ki, onun bir uşağı var. 2 uşağı var. Burada nədir? Saydır. Dəqiqləşdirici ədatlar. Adının uzun olmağına baxmayın, özü 3 dənədir. Elə, əsil, məhz. 3 dənədir. Mənanı dəqiqləşdirməyə xidmət edir. Məhdudlaşdırıcı ədatlar. Bunlar bağlayıcı ilə deməli şey olacaqdır. Amonimli olacaq. Məsəl üçün, bax, yalnız. Yalnız yox, yalnız zərflə amonimdir. Amma ancaq. Yalnız, ancaq, təkcə, hətta bircə. Bax, gör, bircəni yuxarıda da yazdıq. Qorxmayın. Bax, o biz nə yoxşuyur? Qoşmanın hansı ki, kimi var idi, kimi. 3 dənə məna növündə işlənirdi. Biz onun mənasından tuturduq ki, hansı məna növündədir. Bunu da mənasından tutassan.
Baxacaq nümunələrə. Bircə, bir də qaldı mı? Təkcə. Təkcəni yazmışam, yox. Deməli, bunlar məhdudlaşdırıcıdır. Əmr ədatları. Biz əmr şəklini keçəndə demişdik, hansı ədatlarla tanımalıyıq onları? Di, qoy, gəl, gör. Bax da var idi, bəli. Bax. Sonra bir də sana 2 variant. Gəlsənə, bizə gedək. Sonra gəlin. Ha təkcə də ola bilər. Hanı burada da yazdıq. Yoxsa yazmamışıqsa yazdıq. Ha qüvvətlendirici ədat da ola bilər, əmr ədatı da ola bilər. Yəni nümunələrə baxıb seçəcəyik hansıdır. Di, qoy, bax, gəl, gör, görün, gəlin. Gəl, gör, görün də yazaq qutarsın. Ha, bir də görün. Bunlar sənin əmr ədatlarındır. Arzu ədatları, arzu şəklinin qabağında hansılar gəlirdi? Kaş, təki, barı. Kaş, təki, barı. Başqası da varmı? Bəli. Kaş ki, bir də gərək. Kaş ki, bir də gərək. Bunlar da sənin arzu ədatlarındır. Sonra, təsdiq və inkar. Bir fikri təsdiq edin, necə təsdiq edirsən? Hə, bəli. İnkar eləyəndə yox, bir də xeyr. Bir də deyirəm, o ağıllı uşaqdır, deyirsən, heç də. Heç də, yoxa bərabərdir. Mənası. Bunlar sənin ədatların məna növləridir. Evə gedirsən, elə qəşəng qoyursan qabağına, bir-bir əzbərləyirsən. Deməli, qüvvətləndirici ədatlarımız axı, ən, lap, daha, olduqca, hətta, dahanı 2 dəfə yazmışam. Artıq, cacə, belə, düz, bircə, bir, han. Dəqiqləşdirici ədatlarımız elə əsilməz. Məhdudlaşdırıcı yalnız ancaq təkcə bir, bircə. Əmr ədatları di, qoy, gəl, gör, bax, sana, 2 variant, gəlin, ha, görün. Arzu, kaş, təki, barı, kaş ki, gərək. Təsdiq və inkar, hə, bəli, yox, xeyr, heç də. Deməli, indi bayaqlar ki, hansı ki, sözlərimiz var idi, bağlayıcıların amonimlikləri var idi. Ədatın, məsəl üçün, bax, burada ha yazmışam, burada da ha yazmışam. Görsən, onları necə seçirik? Daha sonra bir məhdudlaşdırıcıya yazmışam, bir də burada arzuya yazmalıydım. Yazmamışam, amma yazmalıyam. Arzuda da çünki bir var. Bircə. Bax, görsən, eyni ədat müxtəlif məna növlərində işlənir. Bunları necə seçmək lazımdır? Gəlin hamısını çalışaq ki, onlara baxaq. Niyə artırmır? Məsəl üçün, ancaqla yəni. Ancaqla yəni həm buradan başlayaq. Ədatların amonimliyi. Ədatların amonimliyi. Başlayaq yənidən. Ancaq yəni. Ancaq yəni. Bu ancaqla yəni həm bağlayıcı kimi istifadə olunur. Bağlayıcı. Həm ədat olur. İndi gəl baxaq görək hansı formada bağlayıcı, hansı formada ədatdır. Gəl baxaq. Deyirəm ki, burada baxaq. Ancaq yalnız sənə güvənirəm. Bir dənə məsələ var idi. Bayaqlar biz onu təkrar müzakirə elədik. Dedik ki, mətnlik hissələrində birini eyni mənasına daxil olan digərindən əvəz etmək mümkündür. Deyirəm ki, ancaq sənə güvənirəm. Sənə buradakı ancağı nə ilə əvəz edə bilərsən? Bax. Yalnız. Yalnız sənə güvənirəm. Təkcə sənə güvənirəm. Bircə sənə güvənirəm. Bax, bu ay sağ ol. Bunu nə ilə əvəz elədin? Məhdudlaşdırıcı ədatla. Mənası deməli məhdudlaşdırıcı ədatdır. Nə ilə, ay sağ ol, hansını sinonimindən əvəz eləyirsənsə, elə özü də ondandır. Başa düşdük? Məsəl üçün, ancaq sənə güvənirəm, bura yalnızla əvəz olunur da, ya bircə ilə əvəz olunur. Yalnız bircə nədir? Məhdudlaşdırıcı ədat. Deməli, burada ədatdır. İndi gəl birini yazaq. Deyirəm ki, bugün hava soyuq idi. Soyuq idi. Ancaq nazik geyinmişdim. Bax, bunu gör nə ilə əvəzləşdirə bilirsən. Bugün hava soyuq idi, ancaq nazik geyinmişdim. Amma nazik geyinmişdim. Lakin nazik geyinmişdim. Amma ancaq lakin harada keçdim? Qarşılaşdırma bağlayıcı. Deməli, bağlayıcıdır. Nəyi sinonimindən əvəz eləyə bilirsənsə, həmin məna növünə aiddir. Başa düşdük? Deməli, burada yalnızla əvəz olundu ədatdır. Burada ancaq lakinlə əvəz olundu bağlayıcıdır. Ancaq, yəni amma,
Amma ilə əvəzləşdirə bilirik də, ona görə mötərizədə yazıram. Amma nazik geyinmişdim. Başa düşürük? Bax, bu ancağın ədat və bağlayıcı olaraq fərqi. Neylədin? Sinonimindən əvəz elədin. Sinonimi hansı məna növünə aiddirsə, hansı köməkçinin kisədirsə, o da ondandır. Çatdı. İndi gəl 2-yə baxaq. 2-də görək nə deyil? Ki. Ki uşaqların başını ən çox qarışdıran köməkçinin kisələrindən biridir. Ki həm bağlayıcı olur. Bu günlər testlərini eləmişik. Bayaqdan elə ona aid eləyirdi. Ki həm bağlayıcı da aydınlaşdırmanın tabelisidir. Həm də ədatdır. Bir dəfəlik yadımızda saxlayırıq ki bağlayıcı olanda iki cümlənin ortasında gəlir. İki cümlənin ortasında, başqa yerdə gələnməz. İki cümlənin ortasında gəlir və vergül qoyulmalıdır. Mütləq ortasında gəlir və nə qoyulur? Vergül. Belə. Ədat isə ya cümlədə birinci sözdən sonra gələcək, o sözdə xəbər olmamalıdır. Ya cümlədə birinci sözdən sonra gəlir. Birinci sözdən sonra. Məsəl üçün, məktəbə ki gecikməzlər, aydındır, birinci sözdən sonra gəlir. O şərtlə ki, birinci söz xəbər olmasın. Ya burada dur, qulaq asın. Deməli, nümunə yazacağım usta. Ya da cümlənin ən sonuncu sözü olmalıdır. Ən axırda onunla tutarmalı söz. Deyirsən, mən bunu sənə dəfələrlə deməmişəm ki, görürsən, lap axırda gəldi. Bir də ən sonda gələndə nə olur? Ədat olur. Bir yəqin vergül qoyulur. Bəli, onlarda vergül qoyulmur. Ədat olanda, bax burada yazmışam. Bunu belə qırmızıya alım. Bağlayıcıda vergül qoyulur. Ədatda isə vergül qoyulmur. Məsəl üçün, gəlin bu nə yazır? Deyirəm ki, sən ki bunu bilirdin. Bax, burada ədatda yoxsa bağlayıcı? Ədatda, ay sağ ol. Özündən sonra da vergül qoyulmur. Bir də deyirəm ki, demişdim ki, burada da ədat eləməliyik. xeyr, özündən sonra gələnə bax, xəbərdir. Bax, burada xəbər deyil. Amma demişdim xəbərdir. Bu cümlə sayılır, bir söz də olsa, cümlədir. Demişdim ki, sabah gəlsin. Bu da bağlayıcıdır. Fikir ver. Bu bir cümlədir. Bu bir cümlədir. İki cümlənin ortasında gəlir. Özündən sonra həmişə nə qoyulur? Vergül qoyulur. Bu da bağlayıcıdır. Çətindir? Yox. Gətir, ədatın bir dənə də növünü yazaq. Biz dedik ki, bir dənə birinci sözdən sonra gəlir, bir də lap sonda gələ bilər. Sən ki bunu bilirdin, get bura qoy da. Sən bunu bilirdin ki, ədatdır. Amma demişdim ki, bunu öyrənsin, bağlayıcıdır. Deməli, bunu gətirib istəsən, burada qoya bilərsən. Bəli, istəyirsən, axıra qoy. Sən ki bunu bilirdin. Cümlədə əgər birinci sözdən sonra gəlirsə və cümlənin lap sonuncu sözüdürsə, ədatdır. Bir şərtdən, bax, bu xəbər olmasın. Xəbər olmamalıdır. Olmasın. Yəni, məsələ birinci gəlmək deyil. Əsas odur, xəbər olmasın. Bax, burada xəbərdir, məsəl üçün. Burada da birinci sözdən sonra gəlib. Amma xəbərdir bu. Bu xəbərdir deyə. Özündən sonra gələn bağlayıcıdır. Aydındır? Xəbər nə deməkdir? Cümlə deməkdir də. Getdim. Görsən bir cümlədir, amma xəbərdir. Gəldim. Bir cümlədir, amma xəbərdir. Aydındır? Ay, sol, feildir. Yəni, xəbər deyəndə yəni feil olmaz. Başa düşdük. Sonra 2-dən keçdik tək-təkcə yalnıza. Deməli, 3-ə baxırıq. Təkcə, yaşılına yazdım. 3. Təkcə və yalnız. Yenə, bunlar zərfə ədat olurlar. Nəyin qabağında gələn zərf olacaq da? 100 milyon dəfə demişik. Fiilin qabağında gəlib suala cavab verəndə zərf olacaq. Amma özlərinin sinonimlərindən əvəz olunanda ədat olacaq. Deməli, tək-təkcə yalnız olur zərf, bir də olur ədat. Gəlin, indi nümunələrə baxaq. Məsəl üçün, deyir ki, bu məsələni tək o bilmir. Əvəzləşdir. Bu məsələni tək o bilmir. Təki nə ilə əvəzləşdirərsən? Ay, sağ ol, yalnız. Bu məsələni yalnız o bilmir. Yəni, başqaları da bilir demək istəyir. Yalnızdan əvəzləşdirdin. Yalnız nə ədatı idi? Məhdudlaşdırıcı. Deməli, bu da nədir?
məhdudlaşdırıcı ədatdır. Aydındır? Bu məsələni yalnız o bilmir. Bir də deyirəm ki, o uşaqlıqdan tək yaşayır. O uşaqlıqda yalnız deyə bilmirdi. Ayda, burada da gedib yalnızdan əvəz eləyib şey eləyəcəklər, deyəcəklər. Mənim yəni. O uşaqlıqdan tək yaşayır deyəndə yalnızla əvəzləşir. Amma yalnız zərfinlə əvəzləşir. Axı yalnız həm də zərfdir. Düzdür? Tək yaşayır. İndi bunu nətər seçirik? Və fikir ver. Yaşayır. Necə yaşayır? Suala cavab verir də. Deməli, burada zərfdir. Aydındır? Yaşayır. Uşaqlıqdan necə yaşayır? Tək yaşayır. Sual versən ki, burada necə sual çıxır? Axı, köməkçi xislərin sualları yoxdur. Deməli, burada zərfdir. Həm də feilin qabağında gəlir. Aydındır? Həm də mənadan da tuta bilərsən də. Deyirəm, bu məsələni tək o bilir. Mənanı məhdudlaşdırıram. Yəni, bircə dənə o bilir. Bax, görsən, heç kəs bilmir. Daha doğrusu, hamı bilir, bircə dənə bu bilmir. Mənanı daraldıram, məhdudlaşdıram. Bir də deyirəm, o uşaqlıqdan tək yaşayır. Necə yaşayır? Mənadan da istəsən, tuta bilərsən. Bu da məncə getdi. Bir-bircə. Bunu bayaqlar şifahi dedim, təkrar eləyək. Həm say, həm də Bir-bircə. Bir-bircə, ay uşaqlar, sayla ədat ola bilir. Say, bir dənə ədat. Gəl baxaq. Qulaq as. Burada diqqətli ol. Deyirəm ki, mənim bir evim var. 2 evim var. Demək olur. Olur. Sən 2 dənə evin ola bilər. Bu saydır. Mən bir ona güvənirəm. Ay, sağ ol. Mən bir ona güvənirəm. 2 ona güvənirəm deyə bilmirik. Görsən, demək, burada nədir? Ədatdır. Özü məhdudlaşdırıcı ədatdır. İndi buna bax. Bir. Məsəl üçün, bunu arzu ədatı kimlə təşkil edə bilərik? Bir gəlsək, bir gələydi. Bir istəyim var ki, Bir arzu feil şəklinə işlənməlidir. Məsəl üçün, bircəni işlədək də. Məsəl üçün, bircə. Bircə, məsəl üçün, ali məktəbə daxil olsa, ali məktəbə daxil olduğunu görüm. Bircə ali məktəbə daxil olduğunu görüm. Bax, görsən, arzu eləyir də. Daxil olduğunu görəydim. Olduğunu neyniyərdim? Görəydim. Burada görsən, arzu ədatıdır. Olduğunu görəydim. Bir deyirəm ki, bax, mənanı bir dənə tut. Deyirəm ki, bircə sənə güvənirəm. Məhdudlaşdırıram. Yəni, yalnız sənə güvənirəm. Bir də deyirəm ki, bircə universitetə girəydi. Arzu eləyirəm. Eyni məna, eyni sözdür. Amma mənadan tutursan ki, hansı ədatdır. Bircə universitetə girəydi, arzu eləyir. Amma deyirəm ki, bircə kitab lazımdır. Yox, bircə kitab orada say üstə gəl ədatdır, onu da deyəcəm. Deyirəm ki, bircə sinifdə dərsim var. O da say üstə gəl ədatdır, yox. Deyirəm ki, bircə oxusaydı. Bircə məsələdən başqa hər şeyi həll elədik. Yəni, hər şeyi həll eləmişik, bircə dənəsi qalıb. Burada məhdudlaşdırıcı. Aydın oldu, çətindir. Məniyə fikir vermək lazımdır. İndi gəl bayaqki dediyimə nəzər çarpıdaraq, məsəl üçün, mənim 2cə qardaşım var. Burada diqqətli olmaq lazımdır. Mənim 2cə qardaşım var. Diqqətli olmaq deyəndə diqqətli bir şey yoxdur. Ədatdır da, məhdudlaşdır. Mənim 2cə qardaşım var. Mənim 3 dənə də qardaşım olar. Bircə dənə də qardaşım ola bilər. Kökünü dəyişə bilirəm başqa sayla. Deməli, kökü saydı. Kökü saydı, cazı hissəsi ədatdır. Aydındır? Kökünü sayla dəyişə bilirsənsə, deməli, burada say var da. Düzdür? Mənim 2cə qardaşım var. Mənim 3cə qardaşım var. 4cə qardaşım var. 1cə qardaşım var. Kökünü dəyişə bilirsənsə sayla. Deməli, kökü saydı. Onda cazı hissəsi ədatdır. Aydındır? Yenə mənanı tut. Deyirəm, mən bircə ona güvənirəm. Mən 2cə ona güvənirəm olar. Olmur. Deməli, onun kökündə say yoxdur. Özü bircə formasında ədatdır. Bir də deyirəm ki, mənim bircə kitabım var. 2cə kitab demək olur da. Deməli, onun kökü say, dəyişməyən hissəsi də ədatdır. Kökü sayısı onda o kompleksə Yox. Say sayılır. Həm saydı, həm ədatdır. Say üstə gəl ədatdır. Burada 2 dənəlik hissəsi var. Say üstə gəl ədat. Çünki dəyişən hissə kökdür. Əvəzləşən hissə. Cacə dəyişmir axı. Deməli, o da ədatdır. Cacənin ədat olduğunu incənə burada yazmışdıq. Bir de. Aydındır? Sonra. Yox. Elə belə. Bunu da asan tapacaqsınız məncə. Bu 4 idi, 5.
Tamir 5. edəyək. Bax, elə belə. Elə beləni sən bundan qabaq keçibsən harda? İşarə əvəzliyində. Düzdür? Əgər suala cavab verirsə, işarə əvəzliyidir. Suala cavab vermirsə, köməkçinin hissəsidir. Baxaq. Əvəzlik olana baxaq. Deyirəm ki, belə testlər çətin olur. Belə test çətin olur. Sual ver. Necə test? Ay, sual. Hansı test, necə test? Belə test çətin olur. Bir də deyirəm ki, elə cəhənnəmə getsin. Necə? O elə deyirik də. Məsəl üçün belə vecimə deyil. Belə vecimə də deyil. Deyirsiniz də. Belə heç vecimə də deyil. Düzdür? Belə vecimə də deyil. Adama deyirlər necə vecimə deyil. Görsən, mənasızdır. Deməli burada nədir? Ədat. Çatdı. Və yaxud eləyə bax. Deyirəm ki, o elə uşaq deyil. Kimin uşaq deyil? Əvəzlik. O elə uşaq deyil. De görüm. Necə uşaq? O necə uşaq deyil, elə uşaq deyil. Burada əvəzlik. Düzdürmü bala? Bir də deyirəm ki, elə ki, dəqiqə. Ədat. Eləyə nə yazıblar burada? Ağlıma gəlmədi. Hə. Elə sən də hamı kimisən. Necə sən də hamı kimisən? Elə sən də hamı kimisən. Burada nədir? Köməkçi hissəsi. Bəli, ədat. Bax, öz də fikir ver. Biz bayaqlar dedik ki, ədatları cümlədən çıxartmaq olur. Amma əsas hissəsi olanda çıxardamayasın. O elə uşaq deyil, o uşaq deyil. Gör, mənə hara getdi çıxdı. Ben nədir? Divdir. Düşdü. Amma elə sən də hamı kimisən, sən də hamı kimisən. Gör, nə rahat çıxır cümlədən. Heç bir məzmun dəyişikliyi də olmur. Amma əsas hissələrini cümlədən çıxartmaq olmur. Cümlənin məzmunu sırası dəyişir. Başa düşürük? Və yaxud da qəbulda dəyişir. Məsəl üçün deyirəm ki, mənim bir evim var. Bu sayda. Mənim evim var da deyə bilərsiniz. İndi bəlkə də 2 evi var da, məzmunu yenə itirir. Amma mən bir ona güvənirəm, mən ona güvənirəm. Burada məzmun itmir. Aydın oldu. Burada evin say məzmunu itir. Amma burada bunu çıxardası olsan, ədatı çıxardası olsan, heç bir məzmun itmir. Sonra artıq qalanların şifahi soruşuram. Biləsiniz. Burada saxlayayım.